Texnologiyanın insan bədəni kimi mürəkkəb bir quruluşu öyrənmə tərzimizi necə dəyişdirdiyini heç düşünmüsünüz? Bugün biz məhz bu mövzuya toxunacağıq, yəni anatomiya elmində baş verən əsl inqilaba. Yaxşı, elə isə başlayaq. Bu əslində nəsillər boyu həm tələbələrin, həm də müəllimlərin qarşılaşdığı əsas çətinlikdir. Yəni, bir kitab səhifəsindəki şəklə baxıb, bir sümüyün o dərinliyini, əyriliyini və ya digər orqanlarla əlaqəsini tam şəkildə təsəvvür etmək demək olar ki, mümkün deyil. Bəli, ənənəvi üsul məhz bu idi. Bizim o qədər mürəkkəb olan skelet sistemimiz bütün o detalları ilə sadəcə 2 ölçüdə təsvir olunurdu. Bu da daha çox əzbərçiliyə gətirib çıxarırdı. Amma həqiqi, dərin bir anlayış yaratmaqda açığı o qədər də effektiv olmurdu. Amma artıq hər şey kökündən dəyişir. İndi biz o köhnə problemi geridə qoyub, hər şeyi dəyişdirən həqiqətən də möhtəşəm bir həll yoluna keçid edirik. Və bu, anatomiyanın öyrənilməsində əsl rəqəmsal inqilabdır. Biodigital platformasının bu bənzətməsi məncə vəziyyəti mükəmməl izah edir. Həqiqətən də elə bil insan bədəninin Google xəritələridir. Dünyanın hər hansı bir nöqtəsini necə yaxınlaşdırırsınızsa, indi də bədəninizin istənilən hissəsini, istənilən hüceyrəyə qədər araşdıra bilərsiniz. Yaxşı, bəs bu texnologiya tam olaraq nədir? Bu sadəcə bir şəkil deyil, əsla. Bu, canlı, nəfəs alan, hər tərəfə fırlada, böyüdə və dərindən araşdıra biləcəyiniz dinamik bir modeldir. Və ən yaxşısı odur ki, bu güclü alət istər telefonunuzda, istərsə də kompüterinizdə, yəni hər zaman əlinizin altındadır. Və bilirsiniz, Biodigital bu sahədə tək deyil. Ekranda gördüyünüz Visible Body və Zygote Body kimi şirkətlər də bu rəqəmsal anatomiya inqilabının öncüləridir. Onların hər biri təhsil və tibb sahəsinə özünə məxsus yanaşmalar gətirir. Bu da öz növbəsində bu sahənin nə qədər sürətlə böyüdüyünü və əhəmiyyətli olduğunu göstərir. İndi gəlin birbaşa məsələnin özünə keçək və bu texnologiyanın insan skeletini anlamaqda bizə konkret olaraq necə kömək etdiyinə daha yaxından baxaq. Gəlin daxili dayaq sistemimiz olan skeletin sirlərini açaq. Bu proqramların bəlkə də ən heyrətamiz xüsusiyyətlərindən biri təbəqələri sanki soymaq imkanıdır. Təsəvvür edin, bir düyməyə basaraq dərini, sonra əzələləri yox edirsiniz və nəhayət qarşınızda bütünlüklə skelet sistemi çılpaqlığı ilə qalır. Bu, strukturların bir-biri ilə necə əlaqəli olduğunu anlamaq üçün sadəcə inanılmaz bir yoldur. Və burada nəzarət tamamilə sizdədir. Modeli istədiyiniz bucaqdan fırlada, kəllə sümüyündən tutmuş, ayaq barmağınıza qədər istənilən sümüyə fokslana bilərsiniz. Bir sümüyə klikləyirsiniz, onun adını, funksiyasını öyrənirsiniz, hətta onun daxili quruluşunu görmək üçün virtual olaraq kəsə də bilirsiniz. Baxın, əsl məsələ də elə buradadır. Bu alətlər bizə sadəcə nə olduğunu yox, həm də niyə elə olduğunu göstərir. Yəni, quruluşla funksiya arasındakı o dərin əlaqəni vizual olaraq dərk etməyə başlayırsınız. Buna ən yaxşı nümunə biologiya dərsliklərindən hamımız bilirik ki, insanın dik yeriməsi onurğamızın S forması almasına gətirib çıxarıb. İndi bunu bir mətndə oxumaq başqa bir şeydir. Amma 3D modeldə onurğanın o əyriliyini, döş qəfəsinin genişliyini hər tərəfdən görmək və bunun ağırlıq mərkəzinin necə dəyişdirdiyini anlamaq tamamilə başqa bir təcrübədir. Yaxşı, bura qədər sadəcə baxırdıq. İndi isə gəlin bu platformaların sadəcə bir modelə baxmaqdan kənara çıxıb, aktiv öyrənmə və tədris alətlərinin necə çevrildiyinə baxaq. Aradakı fərq sözün əsli mənasında gecə ilə gündüz kimidir. Əvvəllər passiv şəkildə əzbərləyirdiksə, indi aktiv şəkildə kəşf edirik. O cansız, 2 ölçülü şəkillərin yerini artıq özümüzün fərdiləşdirə bildiyimiz dinamik, 3 ölçülü modellər alıb. Bu isə öyrənmə prosesini tamamilə dəyişir. Visible Body kimi platformalar həqiqətən də inanılmaz öyrənmə vasitələri təklif edir. Siz öz qeydlərinizi əlavə edə bilərsiniz, modellərdən virtual öyrənmə kartları düzəldə, hətta özünüzü yoxlamaq üçün testlərdən keçə bilərsiniz. Və ən yaxşısı nədir? Bütün bunları sadə bir linklə, istər dostlarınızla, istərsə də müəlliminizlə paylaşa bilirsiniz. Yəni bu o deməkdir ki, öyrənmə artıq tək adamlıq bir missiya deyil. Tələbələr birlikdə mürəkkəb mövzuları araşdıra, müəllimlər isə dərslərini qat-qat daha interaktiv və anlaşılan edə bilərlər. Gəlin sonda bu texnologiyanın daha geniş təsirləri haqqında biraz düşünək. Çünki bu təkcə tələbələr üçün deyil, əslində hamımız üçündür. Biodigitaldan gələn bu sitat məncə hər şeyi ümumiləşdirir. O mürəkkəb tibbi məlumatlar artıq qorxuducu və anlaşılmaz deyil. Tam əksinə, vizual, sadə və hətta əyləncəli bir hala gəlir. Biz artıq sağlamlığımız haqqında sadəcə oxumuruq, biz onu görürük, onunla qarşılıqlı əlaqədə oluruq və bu, həkimlərin xəstələrə vəziyyətlərini izah etmə tərzini, bizim isə öz bədənimizə qayğı göstərmə tərzimizi kökündən dəyişmək potensialına malikdir.
Və bu sualla da sizi baş-başa buraxırıq. Bir anlıq təsəvvür edin, hər kəsin cibində öz bədəninin rəqəmsal, interaktiv bir xəritəsi olsa, sağlamlıq, təhsil və elm üçün hansı yeni üfüqlər açılar? Gələcək həqiqətən də çox həyəcan verici görünür.